Qaçaq Gülsüm, giriş. Azərbaycan xalqının keçdiyi tarixi yol qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu qəhrəmanlar arasında igid kişilərlə yanaşı, cəsarəti, mərdliyi və qorxmazlığı ilə seçilən qadınlar da olmuşdur. Belə qadınlardan biri də Qaçaq Gülsümdür. O, xalqın haqqını qorumağı özünə borc bilmiş, zülmə boyun əyməmiş, çətinliklər qarşısında geri çəkilməmişdir. Onun haqqında bugünə qədər söylənilən rəvayətlər, nəğmələr və xatirələr xalq yaddaşında yaşamaqdadır. Qaçaq Gülsümün həyatı yalnız bir insanın taleyi deyil, həm də xalqın azadlıq, ədalət və ləyaqət uğrunda mübarizəsinin bir hissəsidir. O, yaşadığı dövrdə insanların üzləşdiyi ağır həyat şəraitini yaxından görmüş, haqsızlığa dözə bilməmiş və silahlı mübarizə yolunu seçmişdir. Onun adı cəsarət, mərdlik və sədaqət anlayışları ilə yanaşı çəkilir. Qaçaq Gülsüm haqqında yazılı məlumatlar çox olmasa da, xalq arasında qorunub saxlanılan rəvayətlər onun necə böyük hörmət qazandığını göstərir. Bu rəvayətlərdə o, kasıbların dayağı, zalımların qorxusu, haqqın müdafiəçisi kimi təsvir edilir. Buna görə də onun adı Azərbaycan tarixində xüsusi yer tutur. Qaçaq Gülsümün uşaqlıq və gənclik illəri. Qaçaq Gülsüm sadə bir ailədə dünyaya gəlmişdir. O dövrdə kənd həyatı ağır idi. İnsanlar əsasən əkinçilik və maldarlıqla dolanır, böyük zəhmətlə qazandıqları ruzi ilə ailələrini dolandırırdılar. Yoxsul ailələrin həyatı daha çətin keçirdi. Onlar bəzən məhsulsuzluq, bəzən də bəylərin ağır tələbləri ilə üzləşirdilər. Gülsüm uşaqlıqdan zəhmətə alışmışdı. O, ailəsinə kömək edir, ev işlərində çalışır, tarlada işləyirdi. Çətin həyat onu dözümlü, iradəli və möhkəm xarakterli böyütmüşdü. O, kiçik yaşlarından doğru danışmağı, zəhməti sevməyi və zəifi qorumağı öyrənmişdi. Kənddə baş verən haqsızlıqlar onun yaddaşında dərin iz buraxmışdı. Varlıların yoxsullara yuxarıdan baxması, zəhmətkeş insanların əziyyət çəkməsi Gülsümü narahat edirdi. O, tez-tez böyüklərdən bu hadisələr haqqında eşidir, xalqın niyə belə çətin yaşadığını düşünürdü. Gənclik illərində Gülsüm fiziki cəhətdən güclü, cəsur və qorxmaz bir qız kimi tanınmağa başlamışdı. At sürməyi, silah işlətməyi və dağ yollarını yaxşı tanıyırdı. Bu xüsusiyyətlər sonralar onun qaçaq həyatında mühüm rol oynadı. Yaşadığı dövrün vəziyyəti. Qaçaq Gülsümün yaşadığı illərdə Azərbaycan xalqı ağır sınaqlarla qarşılaşmışdı. Kəndlilər ağır vergilər ödəyir, bəylərin və varlıların zülmünə məruz qalırdılar. Ədalətsizlik gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Sadə insanlar öz hüquqlarını qorumaqda çətinlik çəkirdilər. Bir çox ailələr qazandıqları məhsulun böyük hissəsini verməyə məcbur qalırdı. Bunun nəticəsində onların dolanışığı daha da ağırlaşırdı. İnsanlar yoxsulluq içində yaşayır, gələcəyə ümidlərini itirirdilər. Belə bir şəraitdə bəzi cəsur insanlar haqsızlığa qarşı çıxmağa başladılar. Onlar dağlara çəkilir, zülm edənlərə qarşı mübarizə aparırdılar. Xalq bu insanlara qaçaq deyirdi. Qaçaqlar hər zaman qanundan qaçan adamlar kimi deyil, çox vaxt haqqı müdafiə edən igidlər kimi tanınırdılar. Onlar kasıbların köməyinə çatır, zülmkarların qarşısını almağa çalışırdılar. Qaçaq Gülsüm də məhz belə bir dövrdə yetişmiş və xalqın haqqını qorumağı özünün ən böyük vəzifəsi hesab etmişdi. Davamı növbəti hissədə Qaçaq Gülsümün qaçaq həyatına başlaması, mübarizəsi və igidlikləri. Qaçaq Gülsümün qaçaq həyatına başlaması. Gülsüm gənclik illərində baş verən haqsızlıqları gördükcə başa düşürdü ki, təkcə sözlə hər şeyi dəyişmək mümkün deyil. Zəhmətlə yaşayan insanlar çox vaxt öz haqlarını tələb edə bilmir, qorxu içində yaşayırdılar. Bəzi varlılar və onların adamları kəndlilərin malını əlindən alır, onları ağır işlərə məcbur edir, etiraz edənləri cəzalandırırdılar. Belə hadisələr Gülsümün düşüncələrinə güclü təsir göstərirdi. Rəvayətlərə görə bir neçə ağır hadisədən sonra Gülsüm doğma yurdunu tərk etməyə məcbur olmuşdur. O, dağlara üz tutmuş, özü kimi haqsızlığa dözməyən igid insanlarla birləşmişdir. Həmin gündən onun qaçaq həyatı başlanmışdır. Dağ həyatı olduqca çətin idi. Qışın şaxtası, yayın istisi, susuzluq, aclıq və yorğunluq qaçaqların gündəlik həyatının ayrılmaz hissəsi idi. Lakin Gülsüm bu çətinliklərin heç birindən qorxmurdu. O, öz dözümü və iradəsi ilə yoldaşlarına örnək olurdu. Ən ağır günlərdə belə ruhdan düşmür, hər kəsi birlik və mərdliyə çağırırdı.
Gülsüm yaxşı bilirdi ki, xalqın sevgisini qazanmaq üçün hərəkətləri ədalətli olmalıdır. Buna görə də o, sadə insanların malına və canına toxunmur, yalnız zülm edənlərə qarşı çıxırdı. Bu davranışı onun haqqında xoş sözlərin yayılmasına səbəb olmuşdu. Qaçaq Gülsümün mübarizəsi. Qaçaq Gülsüm mübarizəsində yalnız gücə deyil, ağıla da üstünlük verirdi. O, dağ yollarını, keçidləri və gizli cırları yaxşı tanıyırdı. Bu bilik ona təhlükədən vaxtında uzaqlaşmağa və yoldaşlarını qorumağa kömək edirdi. Onun dəstəsi kiçik olsa da çevik idi. Hər bir yoldaş öz borcunu bilir, bir-birinə güvənirdi. Gülsüm hər zaman birlik içində olmağın gücünü vurğulayırdı. O deyirdi ki, ayrılıq zəiflik, birlik isə qüvvətdir. Rəvayətlərdə deyilir ki, Gülsüm kəndlərə gizlicə gələr, yoxsul ailələrin vəziyyəti ilə maraqlanar, ehtiyacı olanlara kömək edərdi. Əldə olunan malın böyük hissəsi kasıb ailələr arasında bölüşdürülərdi. Bu səbəbdən xalq ona böyük sevgi bəsləyirdi. Gülsüm heç vaxt boş yerə qan tökülməsini istəmirdi. O, əvvəlcə qarşı tərəfi xəbərdar edir, haqsızlıqdan əl çəkməyə çağırırdı. Yalnız başqa yol qalmadıqda silaha əl atırdı. Bu xüsusiyyət onun mərd və düşüncəli insan olduğunu göstərirdi. Qaçaq Gülsümün insanlara münasibəti. Qaçaq Gülsüm üçün insanlıq hər şeydən üstün idi. O, varlı və ya yoxsul olmasına görə deyil, insanların əməlinə görə qiymət verirdi. Ədalətli insanlara hörmət edir, zülm edənlərə qarşı isə qətiyyətlə dayanırdı. Onun dəstəsinə qoşulan hər kəs müəyyən qaydalara əməl etməli idi. Günahsız insana toxunmaq, zəifə zərər vermək, yalan danışmaq və verilən sözə xilaf çıxmaq yol verilməz sayılırdı. Gülsüm hesab edirdi ki, haqq uğrunda mübarizə aparan adamın özü də doğru olmalıdır. Kəndlilər onu gördükdə qorxu deyil, ümid hiss edirdilər. Çünki bilirdilər ki, Gülsüm onlara zərər verməyəcək. Əksinə, çətin vəziyyətdə olan ailələrə kömək göstərəcək, haqsızlığa məruz qalanların səsinə səs verəcəkdir. Onun haqqında danışılan xatirələrdə qocalara ehtiram göstərməsi, uşaqlara qayğı ilə yanaşması və ehtiyac içində yaşayan ailələri sevindirməsi xüsusi vurğulanır. Bu xüsusiyyətlər onun xalq arasında hörmətini daha da artırmışdı. Davam növbəti hissədə Qaçaq Gülsüm haqqında rəvayətlər, xalq yaddaşında yeri və tarixi əhəmiyyəti. Qaçaq Gülsüm haqqında rəvayətlər. Qaçaq Gülsüm haqqında xalq arasında bu günə qədər çoxlu rəvayət söylənilir. Bu rəvayətlər nəsildən nəslə keçərək onun adını yaşatmışdır. Hər bölgədə onun igidliyi barədə müxtəlif söyləmələr vardır. Rəvayətlərin məzmunu fərqli olsa da, hamısında Gülsüm qorxmaz, ədalətli və mərd bir qadın kimi göstərilir. Deyilənlərə görə Gülsüm təhlükəli dağ yollarını çox yaxşı tanıyırdı. O, yoldaşları ilə birlikdə gecələr uzun yollar qət edir, gündüzlər isə gizli yerlərdə dincəlirdi. Onun izi çox vaxt itirilirdi. Buna görə də onu tutmaq istəyənlər uzun müddət məqsədlərinə çata bilmirdilər. Başqa bir rəvayətdə bildirilir ki, Gülsüm ehtiyac içində yaşayan bir ailənin vəziyyətini öyrənən kimi onlara ərzaq, geyim və başqa lazım olan şeylər göndərmişdir. Lakin bunu gizli etmiş, heç vaxt etdiyi yaxşılığı dilə gətirməmişdir. Xalq da məhz bu təvazökarlığını yüksək qiymətləndirmişdir. Rəvayətlərdə onun cəsarəti ilə yanaşı müdrikliyi də xüsusi qeyd edilir. Gülsüm hər hansı qərarı verməzdən əvvəl yoldaşlarının fikrini dinləyər, ən doğru yolu seçməyə çalışardı. Bu xüsusiyyət onun başçılıq bacarığını göstərirdi. Qaçaq Gülsümün xalq yaddaşında yeri. Azərbaycan xalqı tarix boyu igid insanlarını heç vaxt unutmamışdır. Qaçaq Gülsüm də həmin igidlərdən biridir. Onun adı uzun illər xalq arasında hörmətlə çəkilmiş, uşaqlara onun mərdliyi haqqında danışılmışdır. Kənd məclislərində, el yığıncaqlarında və ailə söhbətlərində Gülsümün igidliyi nümunə göstərilmişdir. Valideynlər övladlarına doğru danışmağı, zəifə kömək etməyi və haqsızlığa boyun əyməməyi öyrədərkən, onun həyatından örnəklər gətirmişlər. Xalq yaradıcılığında da Qaçaq Gülsümün adı yaşayır. Onun haqqında söylənən el nəğmələri, bayatılan rəvayətlər xalqın ona olan sevgisinin göstəricisidir. Bu əsərlərdə Gülsüm yalnız silahlı döyüşçü deyil, həm də mərhəmətli, sözünün ağası olan bir insan kimi təsvir edilir. Onun haqqında danışılan hər bir hadisə xalqın ədalətə olan inamını gücləndirmişdir. İnsanlar inanmışlar ki, zülm uzun sürə bilməz və haqq gec-tez qalib gələcəkdir. Qaçaq Gülsümün tarixi əhəmiyyəti. Qaçaq Gülsüm Azərbaycan tarixində qadın cəsarətinin parlaq nümunələrindən biri hesab olunur.
O sübut etmişdir ki, vətəni, eli və xalqı qorumaq yalnız kişilərin işi deyil. Qadınlar da çətin vaxtlarda böyük qəhrəmanlıq göstərə bilərlər. Onun mübarizəsi xalqın azadlıq istəyinin bir hissəsi idi. Gülsüm öz həyatı ilə göstərmişdir ki, insan doğru bildiyi yoldan dönməməli, çətinliklər qarşısında ruhdan düşməməlidir. Tarixdə belə insanların xatırlanması gənc nəslin düzgün tərbiyəsi üçün böyük əhəmiyyət daşıyır. Onların həyat yolu, vətən sevgisini, mərdliyi, zəhmətsevərliyi və ədalət hissini gücləndirir. Buna görə də Qaçaq Gülsüm haqqında məlumatların öyrənilməsi və gələcək nəsillərə çatdırılması vacibdir. Qaçaq Gülsümün həyatından çıxarılan dərslər. Qaçaq Gülsümün ömür yolu insanlara bir çox dəyərli örnək verir. Bu örnəklərdən ən başlıcası haqsızlıq qarşısında susmamaqdır. O çətinliklərdən qorxmamış, hər zaman haqqın tərəfində dayanmışdır. Onun həyatı zəhmətin, səbirli olmağın və birlik içində yaşamağın əhəmiyyətini göstərir. Gülsüm yoldaşlarına arxa durmuş, xalqın dərdini öz dərdi bilmişdir. Bu xüsusiyyətlər bugün də hər bir insan üçün dəyərli örnəkdir. O göstərmişdir ki, insanın böyüklüyü var, dövləti ilə deyil, gördüyü xeyirxah işlərlə ölçülür. Xalqın yaddaşında qalmaq üçün insan əvvəlcə vicdanlı, doğruçu və mərd olmalıdır. Qaçaq Gülsümün şəxsiyyətinin başlıca xüsusiyyətləri. Qaçaq Gülsüm haqqında söylənilən rəvayətlər və el arasında qorunub saxlanılan xatirələr onun güclü iradəyə malik bir insan olduğunu göstərir. O, qarşısına qoyduğu məqsəddən asanlıqla dönməz, hər işi düşünərək görərdi. Ən ağır günlərdə belə ümidsizliyə qapılmaz, yoldaşlarına ruh verərdi. Bu səbəbdən onun dəstəsində olan insanlar ona böyük hörmət göstərirdilər. Gülsüm sözünün üstündə duran insan idi. Verdiyi vədi yerinə yetirməyə çalışar, heç kəsi aldatmazdı. O bilirdi ki, xalqın etibarını qazanmaq üçün əvvəlcə dürüst olmaq lazımdır. Buna görə də insanlar onun dediyi sözə inanır, ona güvənirdilər. Onun başqa bir üstün cəhəti səbirli olması idi. Çətin vəziyyətlərdə tələsmədən düşünər, ən doğru yolu seçməyə çalışardı. Bu xüsusiyyət bir çox təhlükənin qarşısını almış, həm özünü, həm də yoldaşlarını qorumuşdu. Gülsüm mərhəmətli insan idi. O, yaşlılara hörmət edir, uşaqlara qayğı göstərir, ehtiyac içində yaşayan ailələrə kömək etməyə çalışırdı. Buna görə də sadə insanlar onu yalnız igid döyüşçü deyil, həm də xeyirxah insan kimi tanıyırdılar. Qaçaq Gülsüm və vətən sevgisi. Vətən sevgisi Qaçaq Gülsümün həyatında mühüm yer tuturdu. O, doğulduğu torpağı, xalqını və elini dərin məhəbbətlə sevirdi. Mübarizəsinin əsas səbəbi də insanların rahat və ədalətli yaşamasını arzulaması idi. Dağlarda keçən çətin həyat ona doğma yurdun dəyərini daha yaxşı anlatmışdı. Hər dəfə kəndlərə yaxınlaşanda insanların zəhmətlə çalışdığını görür, onların firavan yaşamasını istəyirdi. O hesab edirdi ki, vətəni sevmək yalnız sözlə deyil, əməl ilə sübut olunmalıdır. Gülsüm üçün vətən sevgisi xalq sevgisindən ayrılmaz idi. O inanırdı ki, xalq güclü olarsa yurt da güclü olar. Buna görə də insanları birliyə, qarşılıqlı köməyə və mehribanlığa çağırırdı. Qaçaq Gülsümün gənc nəslə örnək olan cəhətləri. Bu gün də Qaçaq Gülsümün həyatı gənclər üçün dəyərli örnəkdir. Onun cəsarəti insanlara qorxmamağı öyrədir. Mərdliyi, doğruluğun və vicdanlı olmağın vacibliyini göstərir. Ədalət uğrunda mübarizəsi isə haqsızlığa qarşı laqeyd qalmamağın əhəmiyyətini xatırladır. Gənclər onun həyatından zəhmətsevərlik, dözümlülük və sədaqət kimi gözəl xüsusiyyətləri öyrənə bilərlər. İnsan öz məqsədinə çatmaq üçün əzmli olmalı, çətinliklərdən çəkinməməlidir. Gülsüm bunu bütün həyatı ilə sübut etmişdir. Onun nümunəsi göstərir ki, insan təkcə özü üçün deyil, yaşadığı cəmiyyət üçün də faydalı olmalıdır. Başqalarının sevincinə sevinmək, dərdinə şərik olmaq və ehtiyac içində olanlara əl tutmaq ən böyük insanlıq borclarındandır. Nəticə. Qaçaq Gülsüm Azərbaycan xalqının yaddaşında igidliyi, mərdliyi və ədaləti ilə seçilən qadınlardan biri kimi yaşayır. Onun haqqında dolaşan rəvayətlər xalqın qəhrəmanlarına olan sevgisini və ehtiramını əks etdirir. Gülsüm çətin həyat yolu keçsə də, öz inandığı dəyərlərdən dönməmiş, haqqı qorumağı hər şeydən üstün tutmuşdur. Onun həyatı göstərir ki, cəsarət yalnız döyüş meydanında deyil, doğru bildiyi yoldan dönməməkdə də özünü göstərir. Xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutmaq
Zəifə arxa olmaq, ədaləti qorumaq və mərd yaşamaq hər zaman yüksək qiymətləndirilən xüsusiyyətlərdir. Bugün Qaçaq Gülsümün adı Azərbaycan tarixinin və xalq yaddaşının qiymətli səhifələrindən biridir. Onun həyat yolu gələcək nəsillərə vətən sevgisi, birlik, mərdlik, zəhmətsevərlik və doğruluq aşılayır. Belə insanların xatirəsini yaşatmaq, onların gördüyü işləri öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Qaçaq Gülsümün adı xalqımızın yaddaşında həmişə cəsarətin, ləyaqətin və haqq uğrunda mübarizənin rəmzi kimi yaşayacaqdır.